Salam hörmətli fiziki tərbiyə müəllimləri və müəllim olmaq istəyən müdavimlər. Sizlərə bugün futsal haqqında qısa vaxt ərzində ətraflı geniş məlumat verəcəyəm. Futsal haqqında ikinci hissə. Futsal 1930-cu ildə Uruqvayda yaranmışdır. Futsal üzrə Azərbaycanın milli komandası rəsmi yarışlarda 1995-ci ildən iştirak edir. Küncdən zərbədən, yan xəttdən oyunun bərpası kimi saniyə ərzində 4 saniyə ərzində yerinə yetirilməli və 5 metrlik məsafə saxlanmalıdır. Küncdən zərbədən vurulan qol qeydə alınır. Əgər top künc zərbəsini yerinə yetirən komandasının öz qapısına daxil olarsa, rəqib küncdən zərbə yerinə yetirəcək. Küncdən zərbəni yerinə yetirən oyuncudan başqa, oyuncu topu toxunmadan təkrar topa toxuna bilməz. Topun mərkəzdən başlama halları. Qol vurularkən birinci hissənin başlanğıcında, ikinci hissənin başlanğıcında, əlavə edilmiş hissələrin başlanğıcında oyun təmiz vaxtla oynanılır. Mərkəz dairənin diametri maksimum 3 metr olmalıdır. Penalti nöqtəsi qapıdan 6 metrlik uzaqlıqda olmalıdır. İkinci penalti nöqtəsi 10 metr, radiusu isə 6 santim, küncdən zərbə korner nöqtələri bildirən yarımçevrə 25 cm ölçüdə olur. Cərmə meydançası daxilində oyuncular əl ilə oynayarsa, kobudluq və yaxud kobudluq edərsə, qapıcı kobudluq edərsə 6 metrlik penalti təyin edilir. Mərkəzdən başlanılarkən birbaşa qol vurula bilməz. Təmiz, vaxtla oynanılan oyundur. Oyundan kənar vəziyyət, ofsayd, yəni ofsayd olmur. Bir komanda 5 dəfə qaydanı pozarsa, limiti doldurmuş hesab edilir. Və bu andan sonra olan hər qayda pozuntusuna görə 10 metrlik cərmə zərbəsi yerinə yetirilir. Birinci hissədə olan qayda pozuntuları ikinci hissəyə getmir. Yəni ki, birinci hissədə 4 dənə qayda pozuntusu edərsinizsə, ikinci hissəyə keçəndə həmən qayda pozuntuları sıfırlanır. Lakin ikinci hissədə olan qayda pozuntuları əgər əlavə hissələrə varsa, yəni bərabərlik olarsa, əlavə hissə oynanılarsa hesablanır. İki cür kart var. Sarı və qırmızı. Sarı kart xəbərdarlıq, qırmızı kart isə oyundan xaric etmə. Qırmızı kart alan oyuncu oyundan xaric edilir. Komanda 2 dəqiqəlik azlıqda oynayır. Əgər 2 dəqiqə ərzində komandanın qapısından top keçərsə, heyət o an bərpa olunur. Yəni burada 5 nəfərdən biri qırmızı alarsa, bir nəfər 6 nömrə çıxır çölə, yerinə 2 dəqiqə oyun azlıqda oynayır və yaxud qol vurularsa, təzədən bu 6 nömrə bura qayıtmır, yerinə başqa bir 5 nömrə, 7-8 nömrə, başqa bir oyuncu daxil olur. Yəni 6 nömrə oyuncu artıq oyundan çıxmış sayılır. Maç, oyun 2 komanda iştirakı ilə hər birinin heyətində qapıcı da daxil olmaqla 5 nəfərdən artıq oyuncu olmamaqla keçirilir. Oyun ərzində komandanın 3-dən az oyuncusu qalarsa, komandaya texniki məğlubiyyət verilir. Oyunun başlanğıcından komandanın heyətində minimum 3 nəfər oyuncu yoxdursa, texniki məğlubiyyət verilir. Nəticə olaraq oyuna başlamaq və davam etmək üçün komandanın minimum 3 oyuncusu olmalıdır. Xalların bölüşdürülməsi. Qalib gələn komandaya 3 xal, məğlub olan komandaya 0 xal, bərabərlik olduğu zaman hər komandaya 1 xal verilir. Hakim heyəti. Hakim briqadası 4 nəfərdən ibarətdir. İkisi meydan, ikisi masa hakimi. Hakimin icazəsi olmadan top dəyişdirilə bilməz. Oyundan kənarlaşdırılan oyuncuya görə komanda 2 dəqiqə azlıqda oynayacaq və 2 dəqiqədən sonra ehtiyatda olan oyuncu oyuna daxil olur və heyət bərpa olunur. Əvəz etmə proseduru. Topun oyunda olub olmamasından asılı olmayaraq, istənilən vaxt yerinə yetirilə bilər. Ehtiyat oyuncu meydana yalnız öz komandasına aid olan əvəz etmə zonasından daxil ola bilər. Futsal oyunu qaydalarına əks olunmuş hər hansı səbəbdən əvəz edilən oyuncu başqa zonada meydanı tərk edərsə, bu halda
önlük 3-cü hakimə təhvil verilir. Bu andan etibarən ehtiyat oyunçu əsas heyətin oyuncusu olur və əvəz edilmiş oyuncu ehtiyat oyuncuya çevrilir. Qovulmuş oyuncular. Əgər qaydanı pozan oyuncu ikinci xəbərdarlıqdan sonra və ya birbaşa meydandan qovulmalıdırlarsa və üstünlük prinsipinin tətbiq edilməsindən sonra onun komandası qol buraxarsa, oyuncunun meydandan qovulmasından sonra onun komandasındakı oyuncuların sayı azaldılmır. Belə ki, qayda pozuntusu qolun vurulmasından əvvəl baş vermişdir. Əgər oyuncu fasilə zamanı və ya hər hansı əlavə hissənin başlanmasından öncə qovulmalı ilə cəzalandırılan qayda pozuntusu edərsə, onun komandası növbəti hissəyə və ya əlavə hissəyə bir nəfər azlıqda başlayır.